Həmçinin baxın, həyatda davamlı olmaq üçün səbir. Sən ancaq Allahın yardımı ilə səbr edə bilərsən. Səbir belə böyük bir neymətdir. Baxın, ona görə hər şeydə səbirli ol. Allahın Əs-Sabur adı var. Allah da Quran-ı Kərimdə 94 ayədə səbri təşviq edir. Səbir əzəmətli bir şeydir. Sıxıntı anı, xəstəlik anı, hər bir şeydə səbirli olsan, Allah sənə bütün xeyir qapılarını nədir? Açacaq. Ona görə Allah da Peyğəmbərimizin nəyi buyurdu? Səbirli olmağı buyurdu. Çünki səbir nədir? Hər şeyin açarıdır. Başına gələn sıxıntılar, əgər səbirli olsan, sıxıntılar yığılsa belə, önündəki yolları, qaranlıqlar qapılasa belə, bağlasa belə, səbr et. Çünki səbirdə müvəffəqiyyət var, səbirdə zəfər var. Sıxıntı ilə birlikdə fərahlıq, çətinliklə birlikdə asanlıq vardır. Həyatın boyu nədir? Səbri unutma. Çünki sən səbirli olanda Rəbbin sənə bütün xeyir qapıları nədir? Açacaq.